Selamu aleykum ve rahmetullahi ve berekatuhu. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una وانفعنا بما علمتنا وزدنا علما وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Aziz, kıymetli kardeşler, hürmetli cemaat, değerli büyükler, aksakallar. Alemlerin Rabbi olan Allah'a sonsuz hamdü senalar olsun. Onun sonuncu peygamberi Muhammed sallallahu aleyhi ve selleme, onun ailesine, sahabelerine, ehli beytine ve kıyamet gününe dek onlara güzel şekilde tabi olanlara Allah'ın salavatı, salamı, hayır duası, bereketi olsun. Aziz kardeşler, Allah Teala'nın müvaffakiyeti, onun yardımı ve çömelici ile İslam dininde Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem'den sonra en faziletli, en üstün şahsiyet Ebu Bekir As-Sıddık radiyallahu anhu hakkında derslerimize devam edirik. Geçen derslerimizde biz Ebu Bekir As-Sıddık radiyallahu anhu'nun dünyaya gelmesini, onun gençlik dövrünü, onun hakkında Mekke'de İslam dini gelmemişten qabaq necə hürmetli bir insan olmasını öğrendik. Mekke döneminde Allah Resulü sallallahu aleyhi ve sellemin yanında olup onu ve İslam'ı müdafiə etmesini öğrendik. Onun birçok fəzilətlərin, neçə fəzilətli şəxsiyyətlərin İslam dininə gəlməsinə səbəb olmasını, İsra ve Meyrac hadisəsindəki sabit qədəm olmasını, Allah Resulü sallallahu aleyhi ve sellem ile birlikte Mekke'den Medine'ye gelip hicret etmesini öğrendik. Bu derste ise Medine dövründe Ebu Bekir As-Sıddık radiyallahu anhu'nun faziletli üstün emellerden bir neçesini öğreneceğiz. Kıymetli cemaat, Ebu Bekir As-Sıddık radiyallahu anhu Allah Resulü sallallahu aleyhi ve sellem ile birlikte Mekke'den Medine'ye hicret edip geldikten sonra Mekke şehrinde olduğu kimi ondan ayrılmadı. Daima onun yanında oldu. Ta vefat ettiği güne sada kadar. Belə ki Ebu Bekir Allah Resulü sallallahu aleyhi ve sellem'den ister Medine'de öz yaşadıkları yerde olan zaman, isterse de səfərlərdə bir yere giden zaman əsla ve əsla ayrılmadı. Yalnız Allah Nebisi sallallahu aleyhi ve sellemin icazə verdiği hallarda, hadiselerde o Allah Nebisi sallallahu aleyhi ve sellem ile ayrıldı, sonra qayıtdı. Məsələn, döyüş qabağı strateji əhəmmiyyət daşıyan qazvələrdə, xırda, kəşfiyyat xarakterli gedib düşmanı, onların düzülüşün, onların sayın öğrenmek için seferler. Seriye deyilir buna. Hac ziyareti zamanı sahabelerin üzerinde Allah Resulü sallallahu aleyhi ve sellem Ebu Bekir'i emir olarak gönderir. Yalnız bu yerlerde Ebu Bekir az bir müddet olsa Peygamber sallallahu aleyhi ve sellem'den ayrı qalıb. Amma əsla və əsla vefat ettiği güne kadar Allah Nebisi sallallahu aleyhi ve sellem'den ayrılmamıştır. Medine dövründe en əzəmətli, en üstün hadiselerden bir neçəsini yadımıza salağın kardeşlerim. Bedir döyüşünde Allah Resulü sallallahu aleyhi ve sellem sahabelerin döyüşe hazırladıktan sonra döyüş olası gecesi Allah Teala'ya çoxlu dualar edir, yalvarıb yaxarır. Çox şiddətli şəkildə Allah Teala'dan köməklik istəyir. Hətta
elin, alemlerin Rabbi olan uca Allah'a kaldırıp dua eden zaman çiynindeki paltarı düşür. Bunu gören Abu Bakır, Allah Resulü sallallahu aleyhi ve selleme olan sevgisinden, ona canının yanmasından gelir, o dua eyləyən yerde paltarı yerden götürür, Allah Nebisi sallallahu aleyhi ve sellemin çiynine koyur. Sonra oturur onun arkasında, gözləyir Peygamber sallallahu aleyhi ve sellemin dua edip bitirmesini. Elə ki Allah Resulü sallallahu aleyhi ve sellem dua edip bitirir, deyir, ya Nebiyallah, kefâke. Ey Allah'ın peygamberi, bu kadar kifayettir. Müneşedeteke rabbeke. Senin bu cür Rabbine çalışkan dua etmeyin. Fe innehu seyencuzu leke ma va'deke. O sana vaad ettiğini yerine getirecektir. O sana vaad ettiğini yerine getirecektir. Hatta Allah Resulü sallallahu aleyhi ve sellem alemlerin Rabbi olan uca Allah'a dua edende, elini kaldırıp çoxlu istəyəndə Allah'a deyir ki, ya Rabbi, mənə vaad ettiğini yerine getir. Mənə vaad ettiğini yerine getir. Mənə onlar karşısında qələbə, zəfər bəxş et. İnşallah biz bu hadiseleri daha təfsilatlı öğrenəcəyik. Burada Abu Bakr'ın Allah Resulü sallallahu aleyhi ve sellemin döyüş gecəsi yanında olması. Döyüşten sonra Peygamber sallallahu aleyhi ve selleme əsirlər hakkında məsləhət, məşvərət edib yol göstərir. Belə ki Abu Bakır deyir, ya Resulallah, gəl onları fidye karşılığında azad edəsən. Burada da iki fayda var değerli kardeşlerim. Bir, Müslümanlar iktisadi cəhətdən güclənəcəklər. Fidye karşılığında, mal karşılığında azad eden zaman Müslümanlar iktisadi cəhətdən, imkan cəhətdən güclənəcəklər. Sonra Allah Teala onlara yaxın bir vaxtda hidayət verəcək. İslam'a gələcəklər. Çox əzəmətli tövsiyə edir. Peygamber sallallahu aleyhi ve sellem Allah'ın izni ile bu nəsiyyətlə, bu tövsiyələ razılaşır. Allah Teala burada Abu Bakr'ın nəsiyyətinin doğru olduğunu bildirir. Muhammed sallallahu aleyhi ve selleme fidye karşılığında əsirlər azad olmuş. Həqiqətən də Müslümanlar orada çoxlu xeyirlər, mal mülk əldə edir. Sonra həmin şəxslər içərisində Peygamber sallallahu aleyhi ve sellemin əmisi və başqaları İslam dininə gəlirlər. Hüdeybiyyə sülhündə həqiqətən də bu sülh Müslümanların karşılaşmış olduğu en ağır bəndlər, en ağır tələblər olan sülh idi. Hicrətin 6-cı ilində ağac altında bu sülh bağlanır. O kadar ağır şərtlər olur ki, değerli kardeşlerim, sahabeler dözə bilmirlər. Hatta Abu Bakır, Ömer İbnül Xattab deyir, ya Resulallah, sen Allah'ın elçisi değilsən, deyir, bəli. Ben onlardan ölen cehenneme, bizden ölen cennete getmir, deyir, bəli. Niye bu sülhlə razılaşırsan? Elbette Ömer'in orada Peygamber sallallahu aleyhi ve selleme demesi, İslam'ın qeyrətin çektiği üçün idi. Müslümanların qeyrətin çektiği üçün idi. Allah'ın dini uca olsun, emirler yerine getirilsin, qadağalar tapdalanmasın diye. Bu zaman Ebu Bakır As-Siddiq radıyallahu anhu o kadar şəxsiyyətlər arasından sabit kalır. Ve gelir Ömer'in yanına, deyir ki, innehu Rasulullah. Həqiqətən də o Allah'ın elçisidir. وَلَيْسَ يَعْصِي رَبَّهُ وَهُوَ نَاصِرُهُ. O Rabbine asi olan değil. O Allah ona kömək edecektir. ثُمَّ وَجَّهَ الْكَلَامَ لِعُمَرْ بِقَوْلِهِ فَاسْتَمْسِكْ بِغَرْزِهِ فَوَاللّٰهِ اِنَّهُ عَلَى الْحَقِّ. Sonra üzünü çevirir Ömer'e, ona bir söz söyleyir. O ayağın hara koyursa sen de ora koy. Ona tabi ol. Allah'a and olsun ki o haqq üzerindedir. O kadar şəxsləri sakitləşdirir. Abu Bakr As-Siddiq necə ki İsra ve Mirac hadisesinde sabit olmuştu, bu hadisede de sabit olur. Hatta Ali radıyallahu anhu
o sülh müqaviləsində Bismillahirrahmanirrahim sözün Peyğəmbər s.ə.v deyir, onların təklifi ilə silmək istəmir. Ya Rasulallah, silənmərəm deyir. Və Peyğəmbər s.ə.v deyir ki, göstər ora haradır, mən onu silim. Həmçinin Allahın qulu və elçisi Abdullah deyir, sən Allahın elçisi olduğunu qəbul etsəydi, sənlə niyə döyüşəydik ki, onu da sil oradan. Ağırdır, qardaşlar. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləmin onun malından öz malı kimi istifadə etməsi. Buyurur ki, mə nəfə'ini məlun qattu, mə nəfə'ini məlu Əbu Bəkr. Əbu Bəkrin malı kimi mənə fayda, xeyir verən heç kəsin malı olmadı. Onun malın sanki öz malı kimi xərcləyirdi. Hətta bilirsiniz, Peyğəmbər sallallahu aleyhi və səlləm dəfələrcə Allah Taala'nın dini üçün infak edilməsini, köməklik edilməsini əmr edəndə, döyüşlərin hazırlığında buyurur ki, insanlara gətirin, Əbu Bəkr hər dəfə hamıdan çox gətirir. Bir dəfə, dəyərli qardaşlarım, Təbuk səfərinə hazırlaşanda Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, kimin nəyə gücü çatırsa gətirsin. Hamı nəyə imkanı var gətirir. Əbu Bəkr As-Siddiq radiyallahu anhu malının hamısını gətirir. Allah Resulü sallallahu aleyhi və səlləm soruşur, ya Əbə Bəkrin, mə əbqəytə li əhlik? Bəs ailən nə qaldı, ey Əbu Bəkr? Fəqalə əbqəytü ləhum Allahu və Rasuluhu. Mən onlara qoydum Allahın və onun Rasulü. Malının hamısını gətirir. Ömər radiyallahu anhu malının yarısını gətirir. Əbu Bəkr isə malının hamısını gətirir. Hətta Ömərin yarı gətirdiyi Əbu Bəkrın gətirdiyindən çox idi. Çox idi. Amma görür ki, Əbu Bəkr hamısını gətirib, o gün mən dərk elədim ki, mən Əbu Bəkrə keçə bilməyəcəm. Subhanallah. Bu hadisə də olub, dəyərli qardaşlarım, Təbuk səfərinə hazırlaşan zaman Allah Resulü sallallahu aleyhi və səlləmin vəfatından qabaqki axırıncı səfər. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm ilə birlikdə çox ağır döyüşlərdə onun yanında sabit qalması. Çox insanlar dağılışan zaman Əbu Bəkr onun yanında sabit qalır. Uhud və Huneyn döyüşündə olduğu kimi. Hətta Huneyn döyüşündə bilirsiniz, səhabələr vadiyə, o çökən yerə enəndə onda müşriklər dağda gizləniblərmiş, düşmənlər. Və birdən dağdan qayalar, əllərə nə keçir atırlar. Səhabələr dağılışır o tərəfə, bu tərəfə. Peyğəmbər s.ə.v-in yanında çox az sayda şəxs sabit qalır. Onlardan da biri Əbu Bəkr olur. Sonra bilirsinizmi kimlər olur? Hələm təzəcə İslam'a gəlmiş Əbu Sufyan radiyallahu anh və oğlu Muaviyə. Baxmayaraq ki, İslam'da təzə idilər. Amma o qədər iman qəlblərində möhkəmlənmişdi ki, qaçmırlar kənara və Peyğəmbər sallallahu aleyhi və səlləmi müdafiə etməyə başlayırlar. Allah Teala o döyüşdə müsəlmanlara zəfər bəxş edir. Uhud döyüşündə hətta Muhammed sallallahu aleyhi və səlləmin vəfatı xəbəri yayılır. Müsəlmanlar sarsılır. Həmin məqamda Əbu Bəkr radiyallahu anhu sabit qalır. Döyüşlərdə Allah Resulü sallallahu aleyhi və səlləm Əbu Bəkrə bayrağı verərdi. Məsələn, Xeybərin ilk 2 günündə bayrağı müsəlmanlardan Əbu Bəkr daşıyır. Sonra isə verir Əli ibn Əbi Talib radiyallahu anhuya. Ən əzəmətli bayrağı isə Təbuk döyüşündə Əbu Bəkrə verir. Sonra dəyərli qardaşlarım, Zətus Sələsil döyüşündə müsəlmanlar Əbu Ubeydə ibn-i Cərrahın komandirliyi ilə gedirlər Amr ibn-i Asa köməklik eləməyə. Peyğəmbər sallallahu aleyhi və səlləm onlara buyurur ki, Əbu Bəkrə başçılıq verilsin. Və onun başçılığı ilə gedirlər Amr ibn-i Asa köməklik eləməyə və müsəlmanlar o döyüşdə qalib gəlirlər. Hicrətin 9-cu ilində Allah Resulü sallallahu aleyhi və səlləm səhabələrə həcc etməyi buyurur. Onlar həccə gedən zaman Əbu Bəkr onlara əmir qoyur. Əbu Bəkr onlara əmir qoyur. Bütün bunların hamısı, dəyərli cəmaət,
Abu Bakrın xilafət seçilmə dərsində dəlil olaraq qabağımıza çıxacaq. O vaxt ki, Ənsarla Muhacir arasında xəlifə kim olacaq? Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra onun davamçısı kim olacaq? Fikir ayrılığı düşən zaman məhz bu hadisələri dəlil gətirirlər. Həcdə əmir təyin olunması, namazlarda Peyğəmbər sallallahu aleyhi və səlləm sağ ola imam olması, mağarada tək qalması, bunu bütün sahabələr başa düşməsə də, Ömər İbnül Xattab kimi fəzilətli sahabələr başa düşürdü ki, Allah Rasulü sallallahu aleyhi və səlləm Abu Bakrı bu cür kiçik imamət ilə, başçılıq ilə böyük imamətə, müsəlmanlara xəlifə olmağa hazırlayırdı. Dəyərli qardaşlarım, onun fəziləti və elmi çox böyük olmuşdur. Allah Rasulü sallallahu aleyhi və səlləmə ən sevimli olan şəxs olmuşdur Abu Bakr. Amr ibn Aslan rivayət olan hədisdə deyir ki, mən Peyğəmbərdən sallallahu aleyhi və səlləmdən soruşdum, ya Rasulallah, sənə ən sevimli olan şəxs kimdir? Dedi ki, Aişə. Dedim, bəs kişilərdən? Dedi ki, onun atası. Ayşənin atası. Bu da onu göstərir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Abu Bakrı çox sevməsi, səhabələrə onun fəzilətindən danışardı. Ələl-xüsus İslama sonradan gəlmiş səhabələrə Abu Bakrın o ilk gündən necə Muhammed sallallahu aleyhi və səlləmin yanında olması, İslam dinini müdafiə eləməsi, malından, canından Allah yolunda xərcləməsi. Bir dəfə deyir ki, İnnə min əmənnin nəsi aleyyə fi suhbətihi və məlihi Əbə Bəkrin. Həqiqətən də insanlar arasında ən etibar etdiyim şəxs həm dostluğunda, həm də malını, mülkünü xərcləməyimdə Abu Bakrdır. وَلَوْ كُنْتُ مُتَّخِذًا غَيْرَ رَبِّي لَاتَّخَذْتُ أَبَا بَكْرٍ خَلِيلًا. Əgər mən Rəbbimdən başqa kimisə özümə yaxın dost götürmüş olsaydım, Abu Bakrı özümü dost götürərdim. وَلَكِنْ اُخُوَّةُ الْإِسْلَامِ. Amma İslam qardaşlığı bundan daha qabaqdadır. Bütün müsəlmanlar icma etmişlər ki, Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm ilə Məkkədən Mədinəyə hicrət edən zaman mağarada tək qalan şəxs, o ikinin ikincisi Abu Bakr idi. Tövbə surəsi 40-cı ayə. Allah Teala buyurur ki, İllə tənsuruhu fəqad nasarahullah. Onlar köməklik etmədilər, amma Allah Muhammed sallallahu aleyhi və səlləmə köməklik etdi. İz əxrəcəhullezine kəfəru thaniyə-thneyni. Allah da o kafirlər onu Məkkədən çıxaran zaman ikinin ikincisi İzhumə fil gari, onlar mağarada olan zaman İz yəqulu li sahibihi, o vaxt o dostuna, səhabəsinə dedi, La tehzen innallaha ma'na. Qəm yemə, hüzünlənmə, Allah bizimlədir. Dəyərli qardaşlarım, bu ayədə Abu Bakrın fəziləti var. Ən birincisi Allah Resulü sallallahu aleyhi və səlləm ilə Məkkədən Mədinəyə hicrətə yola çıxması. Özü də Muhammed sallallahu aleyhi və səlləm özü gəlir Abu Bakra bərabər səfərə çıxmağı onunla təklif edir və o da bərabər Allah Resulü sallallahu aleyhi və səlləm ilə səfərə çıxır. Sonra Allah Teala deyir ki, ikinin ikincisi, o iki nəfərin birincisi Muhammed sallallahu aleyhi və səlləm, ikincisi Abu Bakr idi. Sonra o ikisi mağarada olanda hamı da etiraf edir ki, bu Abu Bakr idi. O vaxt o dostuna, səhabəsinə dedi, Allah Teala bu ayədə buyurur ki, Abu Bakr Muhammed sallallahu aleyhi və səlləmin səhabəsidir. Qəm yemə, Allah bizimlədir. Demədi mənimlədir. Dedi bizimlə. Yəni mən və Abu Bakrla bərabərdir. Bu ayə, o yadınızdadır, 4 ayə oxumuşduq. Abu Bakrın bir vasitə fəzilətinə dəllət edən, məhz onlardan da biri bu ayədir. Tövbə surəsi 40-cı ayə. İbn-i Uteybədən
rivayet olunan hadiste deyir ki, "Atabel muslimine kulluhum fi Rasulillahi sallallahu aleyhi ve selleme illa Ebu Bekir'in vahdehu fe innehu kharaca minel muatabe." Sonra değerli kardeşlerim, Abu Bakr'a başka sahabelerin de tarif etmesi var. Mesela Umar ibn-i Hattab radiyallahu anhu deyir ki, eğer yer üzündə olan şəxslərin imanı tərəzinin bir gözünə, Abu Bakr'ın imanı tərəzinin o bir gözünə qoyulsa, Abu Bakr'ın imanı qalib gələr. Yer üzündə olan şəxslərin imanı tərəzinin bir gözünə, Abu Bakr'ın imanı tərəzinin o biri gözünə qoyulsa, Abu Bakr'ın imanı onlara qalib gələr. Ali ibn Abi Talib, Allah ondan razı olsun, deyir ki, "Vəllezî nefsi biyedihi mestebagna ila hayrin qattu illa sebagna ileyhi Abu Bakr." Canım elinde olan Allah'a and olsun ki, hansı xeyir işdə qabağa keçmək istəyirdiysə, görürdük ki, artıq Abu Bakr o xeyir işdə bizdən qabağadır. Bizdən qabağa gedib o işi eləməyin ardınca. Keçən dərslərimizdə də yadınızdadırsa, Ali ibn Abi Talib radiyallahu anhunun dilindən Abu Bakr ve Ömer'in fəzilətlərini öyrənmişdi. Kifayət idi ki, onun deməsi, mən Allahın huzuruna Abu Bakr ve Ömer kimi əməl sahibi olan şəxs olaraq çıxmaq istəyirəm. Abu Bakrın və Ömərin əməlləri ilə. Abu Bakr radiyallahu anhu səhabələr arasında ən elmlilərindən idi. Hafizən Nəvavi rahiməhullah deyir ki, Qur'anı tam başdan ayağa əzbərləmiş şəxslərdən biri də Abu Bakr idi. Baxın, değerli kardeşlerim, İslam dini Abu Bakr As-Siddiq radiyallahu anhu 38 yaşında olanda gelmişti. Muhammed sallallahu aleyhi ve sellem 40, 2 yaşta ondan balaca 38 yaşında olanda gelmişti. 63 yıl ömür sürdü. Bakın, 38 yaşından sonra başlayıp hələm Kur'an'ı əzbərləməyə. Yani bizim için bu kapı, Allah'a həmd olsun, açıqdır üzümüzə. Yani 40 yaştan artıq başlayıp Kur'an-ı Kerim'i əzbərləmə ve 63 yaşına kadar tamamlayıb. Ona göre bizler ne kadar yaşımız çok olursa olsun, Kur'an-ı Kerim'i əzbərləmə, elm öğrenmeye kifayət kadar Allah'ın izleyen vaxtımız ve ömrümüz vardır. Əksər sahabeler böyük yaşta İslam'a gelmişler. Lakin Kur'an-ı Kerim'i əzbərləyib tamamlanmışlar. Sünnəni ən yaxşı bilənlərdən idi. Belə ki, sahabeler bir məsələdə ixtilafa düşəndə hökm verməyə də gəlirdilər Abu Bakr As-Siddiq radiyallahu anhunun yanına. Hətta məşhur bir hadisə var. Bir nəfər şəxs gəlir Allah Resulü sallallahu aleyhi ve sellemin yanına, sual verib ondan fətva istəməyə, Peyğəmbər sallallahu aleyhi ve sellemin cavabı ona qane eləmir. Sonra gəlir Abu Bakr'ın yanına. Abu Bakr'ın cavabı onu qane eləmir. Sonra gəlir Ömer'in yanına. Ömer radiyallahu anhu deyir ki, məndən qabaq kimin yanına getmişdin? Deyir, Allah Nəbi sallallahu aleyhi ve sellem və Abu Bakr'ın yanına. Deyir, sən onların cavabı ilə kifayətlənmədin. İndi gəlib mənə o sualı verirsən. Ya Resulallah, icazə ver bunun boynunu vurum. Çünkü o özünə ait istədiyi cavabı axtarırdı ona göre. Sonra değerli kardeşlerim, rivayet olunur ki Abu Bakr As-Siddiq radiyallahu anhudan 143 hadis rivayet olunub. Bunun da səbəbləri var əlbəttə. Ne üçün? Bu kadar Peygamber sallallahu aleyhi ve sellemin yanında ilk gündən vefat ettiği güne kadar olup ama 143 hadis rivayet olunub. En birinci değerli kardeşlerim, Allah Resulü sallallahu aleyhi ve sellemin vefatından sonra çok yaşamayıb Abu Bakr. 2 yıl bir neçə aydan sonra dünyasını dəyişib. Yani elm növbəti nəsillərə çatdırılıb daha çok uzun yaşayan sahabelerin əliyle. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellemin zamanında gənc olub tabiinlərin vaxtında yaşlı şeyx olan sahabeler. Abdullah ibn Abbas kimi, Abdullah ibn Ömer kimi, Abdullah ibn Məs'ud kimi uzun ömür yaşamış sahabe. Enes ibn Malik kimi, Cabir ibn Abdullah kimi, Ebu Sa'id el-Hudri kimi, müminlerin anası Ayşe kimi. Onlar Peygamber sallallahu aleyhi ve sellemin zamanı gənc idilər.
və Peyğəmbər s.ə.v vəfatından sonra uzun ömür yaşadılar. Ona görə çatdıra bildilər elmi. Amma Əbu Bakır çox yaşamadı. Əbu Bakır çox yaşamadı. Bu birinci səbəb. İkinci, Əbu Bakır sağ olduğu zamanda ehtiyac yox idi ki, yəni ətrafında olan kimlərdir? Sahabələr. Onlara hədis rəvayət eləməyə. Çünki Əbu Bakırın gördüklərini onlar da görmüşdü. Əbu Bakırın bildiyi hədisləri onlar da bilirdi. Çox az sayda hadisələr var idi ki, onu Əbu Bakır bilirdi, amma onlar bilmirdi. Ona görə də elmi olaraq demək, çox da nəql eləməyə ehtiyac yox idi. Və ümumilikdə isə 143 hədis rəvayət edir. Allah Nəbisi Muhammed sallallahu aleyhi və səlləmdən. Əbu Bakrın fəzilətlərindən həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra ən yaxşı yuxu yozan şəxs idi. Muhammed ibn Sirin buyurur ki, Kənə Əbu Bəkrin ə'bəru hədihil ümməti bə'dən nəbiyyi sallallahu aleyhi və səlləm. Əbu Bakır As-Siddiq bu ümmətin içərisində Allah Nəbisi sallallahu aleyhi və səlləmdən sonra ən yaxşı yuxu yozan şəxs idi. Ən yaxşı yuxu yozan şəxs idi. Əlbəttə ki, ona bu elm, bu fəzilət Allah aləmlərin Rəbbi olan uca Allah tərəfindən verilmişdir. Keçən dərsimizdə isə öyrəndiyimiz ərəblər arasında nəsli, nəsəbi ən yaxşı bilən şəxs idi. Əziz qardaşlarım, burada kifayətlənəyin. Ona görə ki, növbəti mövzu Peyğəmbər sallallahu aleyhi və səlləmin vəfat anında Əbu Bakır As-Siddiqin sabit qədəm olması və sonra onun xəlifə seçilmə hadisəsi. Yəni, ayrı-ayrı mövzular olduğu üçün burada Allahın izni ilə saxlayırıq və inşallah gələn dərsimizdə Allah Resulü sallallahu aleyhi və səlləm vəfat edən zaman baş verən hadisələr, Əbu Bakrın sabit qalması, insanlara nəsihət etməsi, Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra onun xəlifə seçilməsi nə üçün Allah Resulü sallallahu aleyhi və səlləm dəfn olunmamışdan qabaq səhabələr xəlifə seçdilər. Məşhur şübhələrdir. Bidət və zəlalət əhli tərəfindən gətirilən, inşallah o şübhələrin də cavabını gələn dərsimizdə Allahın müvəffəqiyyətini ətraflı şəkildə öyrənəcəyik. Allah Teala bizləri eşidib başa düşüb faydalanan və ən gözəlinə tabi olan qullarından etsin. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi və səlləmə təslimən kəthira ilə yevmiddin.